Günün ən mühüm hadisələrinin təqdimatı ilə ATV Xəbərin əsas buraxılışının efir vaxtıdır. Xoş gördük. Prezident İlham Əliyev Əbu Dabi şəhərində Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamla görüşüb. Baş katib Azərbaycan Prezidentinin Zayed İnsan Qardaşlığı mükafatına layiq görülməsi münasibətindən təbrik edib. Dövlət başçısı Zayed fondunun fəaliyyətini, xüsusən Birləşmiş Ərəb Əmirliklərinin qurucusu Şeyx Zayed bin Sultan Al Nəhyanın humanitar işinin və bəşəri dəyərlərinin dünyada təşviq edilməsində oynadığı mühüm rolu yüksək qiymətləndirib. Prezidentin bu mükafata layiq görülməsi Roma Papası 14-cü Leo və Əl-Əzhər Şərifin şeyxi Böyük İmam Əhməd Əl-Tayyibin Azərbaycan liderinin sülhün bərqərar olması istiqamətində fəaliyyətinə verdiyi qiymətin təcəssümü kimi dəyərləndirilib. Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan iki ölkə silahlı qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Əbu Dabidə keçirilən Sülh Qalxanı 2026 birgə əməliyyat taktiki təlimini izləyib. Yaşayış məntəqəsi, dağlıq ərazi və dəniz mühitində keçirilən birgə təlimdə qanunsuz silahlı dəstələrin aşkarlanaraq zərərsizləşdirilməsi, ələ keçirilən gəmi üzərində nəzarətin bərpası, terrorçu ünsürlərin zərərsizləşdirilməsi, girovların azad edilməsi, yaralıların təxliyəsi, yaşayış məntəqəsində ictimai təhlükəsizliyə təhdid yaradan ixtişaş və sabotaj xarakterli fəaliyyətlərin qarşısının alınması, eləcə də yanğın söndürmə fəaliyyətləri üzrə tapşırıqlar yerinə yetirilib. Təlimin məqsədi ölkələrimizin hərbi kontingentinin antiterror əməliyyatları üzrə peşə bacarıqlarını təkmilləşdirmək, dayanıqlı sülhün təmin olmasına töhfə vermək və qarşılıqlı təcrübə mübadiləsi aparmaqdır. İndi isə Əbu Dabiyə bağlanırıq. Xüsusi müxbirimiz Tural Əzimov ən son məlumatları çatdıracaq. Tural, buyurun, söz sizdədir. Axşamınız xeyir olsun Günay. Tamaşaçılarımızı Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabi şəhərindən salamlayıram. Prezident İlham Əliyevin Əbu Dabiyə işgüzar səfəri davam edir. Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri ordusu arasında, hərbçiləri arasında Sülh Qalxanı 2026 birgə taktiki təlimi keçirilir. Dövlət başçıları həmin təlimi izlədilər. Təlimin əhəmiyyətinin böyük olduğunu vurğuladılar. Çünki bu təlim hər iki ölkənin ordusunun gücünə daha da güc qatacaq. Bir məqamı diqqətinizə çatdırmaq istərdim ki, bu vaxta qədər bu miqyasda Azərbaycanla Türkiyə arasında birgə təlim keçirilib və indi Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri ordusu arasında, hərbçiləri arasında bu miqyasda təlimin keçirilməsi iki ölkə arasında qardaşlıq əlaqələrinin göstəricisidir. Prezident İlham Əliyev qalib ordunun qalib ali baş komandanıdır. Postmünaqişə dövründə Cənubi Qafqazda sülhün təmin edilməsi üçün bütün əməli addımları atıldı, sülhün təşəbbüskarı oldu, bu istiqamətdə fəaliyyətini qurdu və sülhə çağırış etdi və sülh təmin olundu demək olar ki, indi sülhün möhkəmləndirilməsi üçün fəaliyyət davam etdirilir. Məhz bütün bu məqamlar nəzərə alınaraq dünya liderləri Azərbaycan prezidentinin sülhə verdiyi töhfəni yüksək qiymətləndirir və bütün bu məqamlar nəzərə alınaraq Zayed İnsan Qardaşlığı mükafatı bu il Prezident İlham Əliyev layiq görülüb həmin mükafata. Sabah Zayed İnsan Qardaşlığı mükafatını təntənəli təqdim etmə mərasimi keçiriləcək. Biz də mərasimdə iştirak edəcəyik. Prezident İlham Əliyev təntənəli mərasimdə Zayed İnsan Qardaşlığı mükafatını qəbul edəcək. Sabah qeyd etdiyim kimi bu barədə ətraflı məlumat verəcəyik. Hələlik məndən çatdıracaqlarım bu qədər. Günay. Təşəkkürlər Tural. Birbaşa bağlantıda əməkdaşımız Tural Əzimov idi. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə həm də xalqımıza qarşı insanlıq əleyhinə və müharibə cinayətləri törətməkdə ittiham olunan şəxsləri Ədalət Məhkəməsi qarşısına çıxarmağa nail oldu. Prezident İlham Əliyev qəti iradə, prinsipiallıq nümayiş etdirərək xalq qarşısında verdiyi sözə bu dəfə də sadiq qaldı. Siyasətçilər hesab edir ki, Azərbaycan bu ədaləti təmin edən nadir ölkələrdəndir. Azərbaycan suverenliyini və ərazi bütövlüyünü öz gücü ilə heç bir yerdən yardım almadan bütün təzyiqləri dəf edərək bərpa etdi. Rəsmi Bakı həm də müharibə cinayətlərini törətməkdə ittiham olunan şəxslərin mühakiməsinə nail oldu. Vaxtilə Azərbaycan xalqına qarşı cinayət törədən şəxslər indi dövlətimizin ali qanunları qarşısında cavab verir. Ədalətin özü də elə bu deyilmi?
ölkəmizin əldə etdiyi nəticənin beynəlxalq miqyasda analoqu faktiki olaraq yoxdur. İlk günlərdən Azərbaycana qarşı biz ağır təzyiqlərin olduğunu ən müxtəlif formada görürdük. İnformasiya, hibrid informasiya müharibəsi aparılırdı ölkəmizə qarşı. Ədalət məhkəməsinə cəlb olunmuş ağır müharibə cinayətləri törədilmiş şəxslər az qala hərbi əsirlər kimi qiymətləndirməyə cəhd göstərirdilər. Halbuki həmin o şəxslərin cinayətləri faktiki olaraq sübuta yetirilmişdi. Məhkəmə prosesində verilən ifadələrdə Ermənistan hakimiyyətinin Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərdə birbaşa əli olduğu və buna görə də məhz Ermənistanın məsuliyyət daşıdığı da öz təsdiqini tapdı. Onlar Azərbaycan ərazilərində bilavasitə Ermənistan ordusunun hərbiçilərinin yerləşdiyini və həyata keçirilən cinayətlərin də onlar tərəfindən törədildiyini, prosesdə bilavasitə Ermənistanın günahkar olduğunu açıq şəkildə beynəlxalq miqyasda da dünyaya nümayiş etdirdi. Eyni zamanda ölkəmiz bununla paralel olaraq həm də bir ədalət məhkəməsi nümunəsi göstərdi. Bir çox münaqişə və müharibələr bitir, lakin çoxsaylı mülki insanların qətlində əli olan cinayətkarlar çox zaman məsuliyyətdən kənarda qalır. İndiyə kimi xeyli nümunə var ki, müharibə cinayətkarları ədalət mühakiməsinə cəlb olunmadan tarixin səhifəsindən itirirlər. Bu nümunələrdən biri də İsraildir. Belə ki, İsrail milyonlarla yəhudinin qətlində əli olan faşist rejiminin ən qəddar simalarını müharibə bitəndən xeyli sonra müxtəlif ölkələrdə taparaq cəzalandırılmasına, mühakimə edilməsinə nail oldu. Ancaq həmin cinayətkarların heç də hamısı məsuliyyətə cəlb edilmədi və layiq olduqları cəzaları almadılar. Bu məsələdə də Azərbaycan bir ilkə imza atdı. Göstərdi ki, heç bir cinayət cəzasız qalmır. Ülkər Əliyeva, Amil Əliyev, ATV Xəbər. Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda iştirak edən Azərbaycan vətəndaşları Dövlət Təhlükəsizlik Xidməti tərəfindən məsuliyyətə cəlb olunub. Məlumata əsasən, ötən müddət ərzində hərbi əməliyyatlarda xeyli sayda Azərbaycan vətəndaşı iştirak edib, həlak olub, itkin düşüb və ya yaralanıb, bəzilərinin isə əsirlikdə saxlandığı təsbit edilib. Araşdırmalarla Azərbaycan vətəndaşları Real Eldənizoğlu Nəbiyev, Fariz Familoğlu Hüseynov, Ali Elnuroğlu Məmmədov və Murov Həsənoğlu Mir Həşimlinin Rusiya və Ukrayna silahlı birləşmələrinin nəzarəti altında döyüş əməliyyatlarında iştiraki sübuta yetirilib, həmin şəxslər saxlanaraq cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə barələrində həbs qəti imkan tədbiri seçilib. Dövlət Təhlükəsizlik Xidməti bir daha vətəndaşların diqqətinə çatdırır ki, belə silahlı münaqişələrdə iştirak etmək cinayət məsuliyyəti yaradır. Bundan sonra da xarici dövlətlərin ərazisində müvafiq cinayət əməllərinə yol verən şəxslərin məsuliyyət məsələsi qanuna uyğun şəkildə təmin ediləcək. Gəncədə qətl hadisəsi baş verib. 25 yaşlı gənc Röyal Məmmədov bıçaq xəsarətləri ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Hadisənin təfərrüatı sujetdə. Röyal Məmmədov yaşadığı küçədə evlərinin yaxınlığında kəsici alətlə ağır xəsarətlər alıb. Onun dayısı deyir ki, bacısı oğlunun bıçaqlanmasından gecə xəbər tutub. Məlum olub ki, o qonşusu tərəfindən bıçaqlanıb. Çıxdıq ki, Qızılalaqın küçədə. Maşına qoyduq, getdik balmesiyə. Bəli, evimizin 2 qapı aşağı. Əməliyyat oldu, 2 saatdan sonra keçindi. Sakit uşaqdır, başını salıyıb, işinlə olan uşaq idi. Yəni, davakın uşaq dölüydü. Gəlmədi, yəni o qədər gec qalan uşaq da dölüydü. Biz də narahat olduq, qapıda qonşu var imiş. Soruşanda deyib ki, bıçaqlayıblar. Hadisə ilə bağlı fevralın 3-də 25 yaşlı Röyal Məmmədovun yerləşdirildiyi xəstəxanada aldığı xəsarətlərdən ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla cinayətin 38 yaşlı Murad Hacıyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci, yəni qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanmışdır. Murad Hacıyev cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur. Qeyd edək ki, Röyal Məmmədov Vətən müharibəsi iştirakçısıdır. Taksi fəaliyyəti ilə məşğul olurmuş. Həmçinin Kəpəzin futbolçusu 24 yaşlı Veysel Rızayev bıçaqlanıb. O, Gəncədə hücuma məruz qalıb.
Məlumata görə futbolçu yaxın dostu və 2 xanım tanışı ilə birlikdə gecəni Gəncə şəhərində yerləşən restoranlardan birində keçirib. Daha sonra tərəflər səhər saatlarında xanımları evlərinə yola salarkən Müseyib Bağırov küçəsində insident baş verib. Belə ki, qadınlardan birinin keçmiş sevgilisi onlara yaxınlaşaraq mübahisə eləyib. Daha sonra mübahisə tərəflər arasında qısa müddətdə əlbəyaxa davaya çevrilib. Tərəfləri sakitləşdirməyə çalışan Veysel Rzayev bu zaman bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat otağına götürülmüş, əməliyyat olunmuşdur. Hal-hazırda vəziyyəti keçirilmiş əməliyyata uyğundur. Müalicəsi reanimasiya şöbəsinə davam etdirilir. Əməli törədən şəxsin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər görülür. Mədinə Niknəcad, Məhəmməd Hacızadə, Rüfət Bayramov, ATV Xəbər. Şirvan-Salyan yolunun Şirvan şəhəri ərazisindən keçən hissəsində qəza baş verib. Salyan rayonunun Qarabağlı kənd sakini Vüsal Xankişiyevin idarə etdiyi avtomobil digər maşından toqquşub. Nəticədə İsmail Həsənov, Cəfər Ağa Qurbanov, Xəyyam Qurbanov və Xəyal Qurbanov müxtəlif dərəcəli xəsarətlərlə şəhər mərkəzi xəstəxanasına çatdırılıb. Qəza zamanı elektrik və internet dirəyi aşıb. Göyçay rayonunun Qarabaqqal kənd ərazisində qəza baş verib. Sürücü qəfildən idarəetməni itirib. Avtomobil yoldan çıxaraq yol kənarındakı yüksək gərginlikli işıq dirəyinə çırpılıb. Nəticədə Hacıalı kənd, Qarabaqqal və Bığır kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranıb. 10 kilovoltluq 3 ədəd yüksək gərginlikli işıq dirəyi sıradan çıxıb. Fakt araşdırılır. Göyçayda 5 mərtəbəli binada yanğın baş verib. Nəticədə binanın zirzəmi hissəsində süngər tullantılar yanıb. Mənzildən 2 nəfər təxliyə olunub. Yanğın söndürənlər alovun genişlənməsinin qarşısını alıb. Digər yanğınsa Göyçayın 2-ci Ərəbcəbirli kəndində müxtəlif təyinatlı obyektlərdən ibarət tikilidə baş verib. Burada olan mağazanın tavanı və dam örtüyünün bir hissəsi yanıb. Alovun digər obyektlərə yayılmasının qarşısı alınıb. Yasamal rayonu Parlament prospekti 68-də yerləşən 3 otaqlı fərdi yaşayış evində yanğın olub. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilas Etmə Xidmətinin əməkdaşları cəlb olunub. Yanğın digər evlərə yayılmadan qısa müddətdə məhdudlaşdırılıb. Hadisə nəticəsində evin bütün konstruktiv elementləri və əşyalar yanıb, lakin ölən və xəsarət alan yoxdur. Yanğının səbəbləri araşdırılır. Elə bildi ki, zəlzələ zad oldu, yəni durduq yerə, necə deyim, bir divarlar zad üstümüzə gəldi. Anidən partlayış oldu, bir də gördük ki, partlayışın gücündən yəni bizi çölə atdı. Yəni düşün ki, elə bir ki, ən azından bir 5 metrə atıb bizi bayra. Baş narkotiklərlə mübarizə idarəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin satışını təşkil edən Xaqani Həmzəyev və Kənan Quliyevi paytaxt ərazisində saxlayıb. Onlardan 26 kiloqram tərkibinə zərərli maddələr əlavə edilən marixuana və metamfetamin aşkarlanıb. Faktlarla bağlı cinayət işi başlanıb, onların barəsində həbs qəti imkan tədbiri seçilib. Saatlı rayonu Qıraxlı kənd ərazisində azyaşlı ehtiyatsızlıqdan su kanalına yıxılıb və boğulma təhlükəsi ilə üzləşib. Onun köməyinə ərazidən keçən polis əməkdaşları çatıb. Azyaşlını sudan çıxararaq əvvəlcə ilkin tibbi yardım göstəriblər, sonra isə xidməti maşınla xəstəxanaya çatdırıblar. Onun vəziyyəti qənaət bəxşdir. Taksi dayanacağında avtomobil saxlayan sürücülərə cərimə yazılıb. Səbəb kimi ərazidə velosiped zolağının çəkilməsi göstərilir. Ancaq sürücülər bu qərarla razılaşmır. Cərimələrin haqsız olduğunu deyirlər. Onları narazı salan məqam nədir? Əməkdaşlarımız araşdırıb. Eyni yol, ancaq iki fərqli nişan. Biri velosipedlərin girişi üçün nəzərdə tutulub, digəri isə rəsmi taksi dayanacağı üçün. Bu vəziyyət taksi sürücülərinin cərimələnməsi ilə nəticələnib. Söhbət Nizami metro stansiyasının ətrafından gedir. Sürücülər deyir ki, rəsmi nişana əsasən dayanacaqda avtomobillərini saxlayıblar. Lakin buna baxmayaraq, onlara velosiped zolağında dayanma əsası gətirilərək cərimə protokolu tərtib edilib. 29 yanvar gecə saat 9 radələrində təxminən biz maşınımızı burada park eləmişdik. Yarım saatlıq maşına uzaqlaşmışdıq, 4 nəfər.
Biz gördük ki, çay içəndə gördük ki, bizim dördümüzə də 100 manat 2 bal cərimə gəldi. Yəni halbuki burada belə bir şey yoxdur. Yəni orada da görürsüz znak var, taksi znakı. Bizə dedilər ki, onsuz da bu silinməyəcək. Bu qanuni çəkilib. Biz də dedik ki, necə orada taksi znakı vardı, o necə qanuni ola bilər axı? Deyir, o taksi znakını aynı oradan götürməli idi. Taksi dayanacağına görə biz saxlamışıq bizi burada. Amma velosiped zolağı da var idi, çəkilmişdi. Yox, tam çəkilməmişdi. Xətti çəkilmişdi, amma şey çəkilməmişdi. Yəni belə şeylə maneələr qoyulmamışdı. Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə müraciət etdik. Qurumun cavabı isə belə oldu. Sözügedən ərazidə taksi fəaliyyəti ilə məşğul olan sürücülərin nəqliyyat vasitələrini rahat və təhlükəsiz formada saxlamaları üçün yer mövcud olsa da, bəzi sürücülər avtomobillərini velosiped zolağında saxlayıblar ki, bu da öz növbəsində inzibati məsuliyyətə səbəb olub. Mövcud qanunvericiliyin tələblərinə əsasən velosiped zolaqlarında digər nəqliyyat vasitələrinin dayanması, durması və eyni zamanda hərəkəti qadağandır. Yerüstü Nəqliyyat Agentliyindən isə bildirildi ki, sözgedən ərazidə mikromobillik zolağı və taksi duracağı yanaşı təşkil olunub. İşlər isə tam yekunlaşmayıb. Əkbər Əlizadə, Elvin Muradov, Nimət İskəndər, ATV xəbər. Bankların adından vətəndaşlara kredit təklif edərək kart məlumatlarını ələ keçiriblər. Bu vasitə ilə 500 nəfərin 400 min manata yaxın pulu mənimsənib. Kiberpolis bank və bank olmayan kredit təşkilatlarının phishing səhifələrini yaradan hacker şəbəkəsini ifşa edib. Təfərrüatlar sujetdə. Bank və bank olmayan bir neçə kredit təşkilatının rəsmi səhifələrinin oxşarını yaradaraq sosial mediada elanlar yerləşdirib aşağı faizli kreditlər təşkil ediblər. Kiber cinayətkarlıqla mübarizə baş idarəsinin hacker şəbəkəsinə qarşı keçirdiyi əməliyyat zamanı bir qrup zərər çəkənin kart məlumatlarının ələ keçirilməsinin üsul və vasitələrində oxşar elementlər aşkar edilib. 500-ə yaxın şəxsə qarşı qabaqcadan əlbir olaraq kiber dələduzluqlar eləyən 23 yaşlı Kənan Qasımov və 30 yaşlı İmam İşməmmədov saxlanılıblar. TikTok və Instagram platformasında müxtəlif səhifələr yaradaraq mən pullu reklamlar etmişəm və pullu reklam vasitəsilə mənə çoxlu müştərilər müraciət edirdilər. Kənan Qasımovla birlikdə bank və bank olmayan kredit təşkilatının bənzər phishing saytlar yaratmışdıq və müştəri cəlb edirdik ki, oradan güya krediti əldə edəcəklər. Müəyyən edilib ki, bu şəxslərin yaratdıqları phishing səhifələrinin həqiqi elektron ünvanlarla vizual bənzərliyinə aldanan zərər çəkənlər qarşılarına çıxan saxta elanların real olduğuna inanıb və aşağı faizli kredit təkliflərinə aldanaraq müraciət ediblər. Bundan sonra isə vətəndaşlar onlardan tələb olunan kart məlumatları, yəni CVV və OTP təhlükəsizlik kodlarını bu şəxslərə göndərirlər. Vətəndaşların kart məlumatlarını ələ keçirən Kənan Qasımov və İmam İşməmmədov asanlıqla onların hesabına daxil olub və maddi vəsaitləri talayıblar. Onlar izi itirmək məqsədi ilə həmin pulları qanunsuz onlayn kazino oyunlarına və müxtəlif hesablara köçürərək nağdlaşdırıblar. Saxlanılan şəxslər ilkin ifadələrində indiyə qədər bu yolla əldə etdikləri maddi vəsaitin həcmini də açıqlayıblar. Phishing linki təqdim edirdim. Həmin linkə daxil olub öz kart məlumatlarının 16 rəqəmini, CV-sini və bitmə tarixini daxil edirdilər. Bu yolla 500 nəfər vətəndaşı və 400 min manat pulu mənimsəmişəm. Kartda olan vəsaiti çəkib kazinoya yuyulmaq üçün vururduq. Bu yolla yüzlərcə insanları aldadıb pullarını oğurlamışıq. Faktla bağlı cinayət işi başlanılıb, Kənan Qasımov və İmam İşməmmədov cinayət məsuliyyətinə cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Məhəmməd Hacızadə, ATV xəbər. Paytaxtın Nizami rayonunda oğurluq hadisəsi baş verib. Naməlum şəxs evlərdən birinin pəncərəsindən içəri daxil olaraq 2300 manat dəyərində qızıl zinət əşyası talayıb. Polis 36 yaşlı Murad Elyasovu saxlayıb. Araşdırmalarla məlum olub ki, o ərazidə bir müddət müşahidə aparıb. Evlərdən birində sakinlərin olmadığını görərək pəncərədən içəri girib. Uğurladığı qızıl zinət əşyalarını isə zərgərlik mağazalarının birinə satıb. Onun taladığı evə giriş-çıxış anı təhlükəsizlik kameralarına düşüb. Fakt araşdırılır. Nəsimi rayon ərazisində yerləşən kafelerin birində uğurluq hadisəsi baş verib. Naməlum şəxslər kafenin arxa hissəsində yerləşən pəncərədən içəri daxil olaraq 160 manat pul və 400 manat dəyərində 2 mobil telefon uğurlayıb. Əməli törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanıb, onların taladıqları telefonları, satdıqları məlum olub. Araşdırmalar davam edir. İndi şəhərdə hər addım başı rast gəldiyimiz parklanma nöqtələri əlavə problemə də səbəb ola bilər. Yəni, sürücü maşını saxlayıb gedir ki, avtomobil əmin yerdədir, ancaq burada hər hansı qəza baş verərsə, heç kəs cavabdeh deyil. Elə isə sual yaranır, parklanma nöqtəsində baş verən qəza zamanı sürücü
nə etməlidir? Əməkdaşlarımız bu suala cavab axtarıb. Təsəvvür edin, avtomobilinizi parklanma yerində saxlayıb, ödəniş edib gedirsiniz. Gözlənilmədən sizin avtomobilinizə kənardan hərəkət edən hər hansı bir maşın toxunur və nəticədə qəza baş verir. Bu zaman isə ərazidə hər hansı bir bu işə nəzarət edən şəxs də yoxdur, müşahidə kameraları isə kifayət qədər uzaqdadır. Yaranan sual isə gün kimi aydındır. Bəs belə olan halda məsuliyyəti kim daşıyır? Bu sualı ilk növbədə sürücülərə ünvanladıq. Aydın oldu ki, əksər avtomobil sahibləri bu halda hara müraciət etməli olduqlarını bilmirlər. Gəlirsən, yəni heç kim olmur, amma ödənişi biz ödəyirik. Aynanın, yəqin ki, aynanın işçilərindən bir məsuliyyətli işçilər olmalıdır, nəzarət kameraları olmalıdır. O mənə də o həmişə maraqlı gəlir ki, belə bir hal baş verərsə necə olar? Ödənişli parklanma eləyirəm. Gəlib görürəm ki, məsələn, maşını vurublar, müşahidə kamerası yoxdur. Mən heç kimi tapa bilmirəm. Məsələn, buna ayna işçiləri baxmalıdır. Ekspertlər deyir ki, parklanma yerində qəza zamanı sürücü ilk növbədə polis orqanlarına müraciət etməlidir. Ərazidə video kameraları olsa da, olmasa da günahkarın tapılması polisin üzərinə düşür. Dəyən ziyan isə hər kəsə məlum olduğu qaydada sığorta vasitəsilə qarşılanır. Əgər həmin ərazidə parklanma yerində qəza olmayıbsa, avtomobilə zərər dəyibsə, bu zaman kasko sığorta bunu ödəyir. Sürücünün kasko sığortası yoxdursa, bu zaman sürücü zərər vurmuş tərəfə qarşı iddia qaldırır və həmin zərər vurmuş tərəf öz vəsaiti ilə zərər çəkmiş şəxsə ödənişlərini edir. Dünya təcrübəsinə baxanda məlum olur ki, bu məsələ təkcə bizim dərdimiz deyil. Az qala dünyanın hər yerində, iri şəhərlərdə sürücülər oxşar hallarla qarşılaşır və əksər hallarda məsələnin həlli nəticəsiz qalır. Təəssüf ki, Almaniyada da son vaxtlar belə halların sayı çoxalıb. İkinci təəssüf də ondan ibarətdir ki, məsələnin konkret bir həlli yolu da yoxdur. Əgər alış-verişdən qayıtmış adam öz avtomobilini cızılmış və yaxud da ki, əzilmiş görürsə, kamera görüntüsü yoxdursa, şahid yoxdursa, edəcəyi bir şey də yoxdur. Çağırılan polis də yalnız protokol tərtib edir, amma ümumi olaraq fərdi bu işlərlə məşğul olmurlar. Həmin o protokolun yalnız tam sığorta olunmuş avtomobil sahiblərinə faydası var ki, təmir işlərini həmin sığorta vasitəsilə ödəyə bilirlər. Yerüstü Nəqliyyat Agentliyindən isə ATV xəbərə bildirildi ki, küçə parklanma məntəqəsində avtomobil saxlayan sürücü mühafizə yox, ərazidən istifadəyə görə ödəniş edir. Parklanma məntəqəsində avtomobillə bağlı hər hansı negativ hala görə Yerüstü Nəqliyyat Agentliyi məsuliyyət daşımır. Vətəndaşlar bu halda hüquq mühafizə orqanlarına müraciət edə bilər. Dəyən ziyanı isə bütün nəqliyyat vasitələrinə şamil olunan icbari avtomobil sığortası qarşılayır. Əhməd Məmmədov, Pərviz Əliyev, ATV xəbər. Sabunçu rayonu Maşdağa qəsəbəsi Savalan yaşayış masivinin sakinləri yolsuzluqdan əziyyət çəkir. Deyirlər ki, bir balaca yağış yağan kimi yol daha keçilməz olur. Bəs problem niyə həll olunmur və ən əsası nə vaxt həll ediləcək? Əməkdaşlarımız öyrənməyə çalışıb. Palçıqlı yolu keçmək üçün sakinlər məcbur olub yol kənarına daşlar düzüblər. Yağış yağanda isə yol daha da keçilməz olur. Görüntülər Maşdağa qəsəbəsinin Savalan yaşayış masivindəndir. Uşaq məktəbə gedə bilmir, palçığın içində daş düzmüşü var. Məktəbə də girəndə müəllimə danışır ki, bu nə gündədir, bilən saatda da gəlir uşaq. Axır əlimizi sapıq geyinir uşağa, aparıb orada dəyişdirir, ehqafsız geyinir, girir içəri. Yağış yağanda heç məktəbə getmək olur qardaş. Sonra Bakı buz qoyublar, o Bakı buzun içinə girəndə burada təmiz palçıqla girirlər insanlar. Burada körpələr gedir məktəbə, adam özü utanıb. Piyadalarla yanaşı sürücülər də yolsuzluqdan əziyyət çəkir. Yolun kərəkötür olması səbəbindən avtomobilləri xarab olur. Eyni zamanda əksər valideynlər məcbur olub azyaşlıları məktəbə avtomobillə aparırlar. Mənim 2 dənə nəvəm burada məktəbdə oxuyur. Yük maşını da mən uşaqları qoyuram bu yük maşınına, gətirib keçirirəm o tərəfə. Çalxalana deyib gəlsin. Bundan qabaqki yağınlıqda çox dəhşət dərəcədə pis vəziyyətdə idi. Yağış yağa keçə bilmirik, gedə bilmirik, gələnmirik. Uşaqlarımız məktəbə gedə bilmir. Asfaltdasalar yenə cəmaət rahat olar, uşaq məktəbə gedər, gələr. Maşdağa qəsəbə icra nümayəndəliyindən isə bildirildi ki, problemdən onlar da xəbərdardılar. Qəsəbə daxili yolların asfaltlanması mərkəzləşmiş qayda aidiyyatı üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dövlət investisiya proqramları çərçivəsində həyata keçirilir. Maşdağa qəsəbəsi Leyla Bədirbəyli küçəsində də yolun təmirinin investisiya proqramına salınması üçün rayon icra hakimiyyəti tərəfindən
aidiyyatı üzrə müraciət olunmuşdur. Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, vəsait ayrıldıqdan sonra yolun çəkilməsinə başlanılacaq. Elşad Bayramoğlu, Elvin Muradov, Məhəmməd Hacızadə, ATV Xəbər. Xətai rayonu Zeytun küçəsində qəzalı vəziyyətdə olan tullantı su kollektoru təhlükə saçır. Ərazidə yerləşən fərdi yaşayış evlərinə ziyan dəyir. Sakinlər deyir ki, problem bir ildən çoxdur davam edir. Bəs niyə hələ də bir tədbir görülmür? Əməkdaşlarımız mövzunu yerində araşdırıb. Xətai rayonu Zeytun küçəsi 134 ünvanında tullantı su kollektorunda yaranan qəza səbəbindən yaxınlıqdakı evlərə də ziyan dəyib. Hətta vətəndaşa məxsus həyətdə 3 metr dərinliyində çuxur yaranıb. Sakinlərin sözlərinə görə əraziyə dəfələrlə aidiyyatı qurum tərəfindən baxış keçirilsə də problem həllini tapmır. Əlaqədar təşkilatlara müraciət eləmişik, gəlib baxıblar. Deyiblər, remont eləmək mümkündür. Başlayıblar işə, yarımçıq qoyub gediblər. 2 aydır da həyət başlayıb çökməyə. Mənim evimin altı yoxdur. İcra hakimi deyir ki, su idarəsinin işidir, su idarəsi deyil, icra hakiminin işidir. Belə-belə o onun üstünə atır, bu bunun üstünə atır. Sakinlər deyir ki, bir ildən artıqdır vəziyyət belədir. Qəza baş verən su kollektorlarından biri Fərman Əliyeva məxsus həyətdən keçir. Sakin deyir ki, bir müddət əvvəl kollektorun keçdiyi ərazi çöküb. Nəticədə ona məxsus avtomobil çuxura düşüb. Hadisə bu yağışlar yağandan sonra oldu. Qonşularına orada evlər batır gedir. Yəni bu partlayı da yəni iyidən oturmaq olmur. Mümkündür. Vəziyyət budur. İndi burada da kollektor qazırlar ki, yəni birləşdirsinlər. Eyni zamanda qonşuluqda yerləşən evlərdən birinin giriş hissəsi və mətbəx otağı da çöküb. Sual isə belədir. Kollektorda yaranan qəza niyə bir ildə aradan qaldırılmır? İri şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən ATV Xəbərə bildirildi ki, qəzaya səbəb kollektorun üzərində yaşayış evləri və hasarların tikilməsidir. 3 nöqtədə qəza baş verib, onlardan biri bərpa olunub, digər 2 qəzalı nöqtə isə yaşayış evlərinin altındadır. Bu isə kollektorun təmiri və bərpasına imkan vermir. Fövqəladə Hallar Nazirliyi, rayon icra hakimiyyəti nümayəndələri və Su Kanal İdarəsinin iştirakı ilə ərazidəki vəziyyətlə bağlı akt tərtib olunub. Məsələ ilə bağlı müvafiq qurumlara rəsmi müraciətlər ünvanlanıb. Nurlan Şirəliyev, Şəhriyar Əhmədli, ATV Xəbər. Nazirlər Kabinetinin yeni qərarına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 4 müavinət növünü proaktiv qaydada təyin edəcək. Bu müavinətlərin alınması üçün heç bir quruma müraciətə və sənəd təqdim etməyə ehtiyac qalmayacaq. Söhbət hansı müavinətlərdən gedir? Sujetdə biləcəyik. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, 3 yaşınadək uşağa, qulluğa görə, eləcə də dəfn üçün birdəfəlik müavinətlər proaktiv qaydada təyin ediləcək. Yəni, bu kateqoriyadan olan vətəndaşların başqa yerlərdən sənəd yığmasına, kağız toplamasına ehtiyac qalmayacaq. Həmçinin artıq vətəndaşlara əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin təcrübə müddətindən asılı olaraq 60, 80 və 100% olmaqla 3 intervalda ödənilməyəcək. Bu qaydalara da düzəliş olunub. Bu düzəlişdən sonra stajından asılı olmayaraq bütün sığorta olunanlara müavinətin məbləği 100% miqdarında hesablanacaq və ödəniləcək. Növbəti bir humanist yanaşma burada əlilliyi olan şəxslərə ödənilən müavinət müddəti ilə bağlıdır. İndiyə qədər qüvvədə olan qaydalarda deməli, yalnız əlilliyi olan şəxslərə 6 ay müddətində müavinət ödənilməsi həyata keçirilirdi. Dəyişiklikdən sonra onlar da 1 ilə qədər uzadıldı. Vətəndaşların əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə də sənəd toplamasına ehtiyac qalmayacaq. Sahə həkiminin təqdim etdiyi sənəd müvafiq onlayn sistemə yerləşdiriləcək ki, bu da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən görünəcək və vətəndaşın müavinəti 5 iş gün ərzində ödəniləcək. Dəfn üçün birdəfəlik müavinətlə bağlı da yenilik var. Artıq dəfni həyata keçirəcək şəxsin bələdiyyələrdən, mənzil istismar sahəsindən və ya icra nümayəndəliklərindən sənəd toplamasına ehtiyac qalmayacaq. Dəfn müavinətinin alınması üçün vətəndaşlar bir neçə sənədi işə götürənə təqdim edirdilər və ya pensiyaçıdırsa, sosial müavinət alansa nazirliyə təqdim edirdilər. O sənədlərin də artıq təqdim olmasına ehtiyacı qalmayacaq. Belə ki, deməli, ölüm kağızını, ölüm şəhadətnaməsini Ədliyyə Nazirliyindən alarkən vətəndaş Ədliyyə Nazirliyi tərəfindən dəfni həyata keçirən şəxslə də bağlı məlumatlar əldə olunacaq. Bunlar hamısı elektron sistem üzərindən bizim nazirliyə ötürüləcək. Dəyişikliklər mayın 1-dən qüvvədə olacaq. Sənan Bəhrəmli, Yunis Əhmədli, ATV Xəbər.
Biləsuvarın Ağalı kənd sakinləri ATV-nin qaynar xəttinə müraciət edib, deyirlər ki, 15 ildir xəstəxana üzünə həsrətdilər. 1978-ci ildən fəaliyyət göstərən xəstəxanada indi bircə tibb bacısı var. Nəzərə alsaq ki, xəstəxanadan daha 4 kənd istifadə edir. Bu, 15 mindən çox sakin deməkdir. Elə isə xəstəxana problemi niyə həll olunmur? Həmişə işləyib, hamı burada gəlib müalicə alınıb, palatalara yatıb, hər cürə şəraiti olub. Xəstəmiz olur, heç yerə gedə bilmir, qalıq girinci. Bu da göz bağlı xəstəxana. Şəraiti yox, hamısı darmadağın olub pis gündədir. Söhbət Biləsuvarın Ağalıkənd kəndində yerləşən xəstəxanadan gedir. Əvvəllər məktəb kimi 1978-ci ildən isə kəndin xəstəxanası kimi fəaliyyət göstərən bina 1962-ci ildə inşa edilib. Xəstəxana Ağalıkənd kəndindən başqa digər 4 yaxın kəndin, Almankənd, Dərvişli, Təzəkənd və Yuxarı Cürəli kəndlərinin əhalisinə də xidmət göstərib. Lakin 2011-ci ildə xəstəxana kimi fəaliyyət göstərən bina ləğv edilib və bir müddət yalnız tibb məntəqəsi statusunda işləyib. Daha sonra isə qapılarına qıfıl vurulub. Ben özüm burada neçə dəfələr xəstə yatmışam burada. Ona görə də bu kəndi bizə vacibdən vacibdir. Bura doğuş məntəqəsi olub. Buranın baş həkimi olub. 5 dənə kəndin. Gəl burada anadan, uşaqlar burada anadan olub. Eləsi var mı, nəqliyyat yoxdur. Piyada gəlib həkimə görkəzmə, vaxtında özünü çatdırıb bura. Piyada. Hündü buradan rayona getmək çətin dəxi. Bir dənə cərrahiyyədən başqa bütün şöbələr olub burada. Sonra isə bunu ləğv elədilər. Köklər dağıtlar ləğv elədilər. Ləğv elədilər, bina yerində durub. Bir də xəstəxana ləğv elədilər. Həkimləri yoxdur. Bir investisiyalara var ki, hətta gəndə Allah kömək olsun ki, cəmaat onu suya qaçır. Yeni zat vurdurmağa. Sakinlərin şikayəti əsasında xəstəxanada olub deyilənlərə şahid də olduq. Görüntülənməsini istəməyən tibb bacısı xəstəxananın pastı qıfılını açdı və içərinin uçuq sökük soyuq divarlarını, köhnə, sınıq-salxaq avadanlıqları müşahidə etdik. Burada bütün şərait var. Cəmaatımız da gözəl faydalanır. Məsələ ilə bağlı təbibə müraciət ünvanladıq. Verilən cavabdan isə bilmədik gördüklərimizə inanaq yoxsa rəsmi məlumata. Bildirildi ki, Biləsuvar rayon mərkəzi xəstəxanasının tabeliyində fəaliyyət göstərən Ağalıkənd həkim məntəqəsində hazırda əhaliyə tibbi xidmətlər fasiləsiz şəkildə göstərilir. Həkim məntəqəsinin tibbi heyəti ümumilikdə 10 nəfərdən 4 tibb bacısı, 3 mama və 1 felçer və 2 sanitar qadından ibarətdir. Ağalıkənd həkim məntəqəsində əhaliyə ilkin səhiyyə xidməti çərçivəsində patronaj xidməti, sahə üzrə tibbi müşahidə, immunizasiya tədbirlərinin həyata keçirilməsi, eləcə də icbari dispanserizasiya prosesinin icrası təmin olunur. Ağalıkənd həkim məntəqəsi heç bir dövrdə xəstəxana statusuna malik olmayıb. Fəaliyyət göstərdiyi dövrdən indiyədək ilkin səhiyyə müəssisəsi kimi əhaliyə tibbi xidmət göstərib və fəaliyyətini davam etdirir. Səadət Ayaz qızı Zaur İsmailov, Məhəmməd Hacızadə, ATV Xəbər, Biləsuvar. Son illər uşaqlar arasında onkoloji xəstəliklərin artması cəmiyyətdə ciddi narahatlıq yaradır. Uşaqlar niyə xərçəngə yoluxur? Bunun kökündə hansı səbəblər dayanır? Araşdırmışıq. Təəssüf ki, dünyada olduğu kimi ölkəmizdə də onkoloji xəstələrin sayı artır. Dövlət Statistika Komitəsinin rəsmi məlumatına əsasən 2000-ci ildə tibb müəssisələrində qeydiyyatda olan xəstələrin sayı 21088 nəfər olub. 2024-cü ildə bu rəqəm 73875-ə çatıb. Xəstəliyə yoluxma statistikasında uşaqlar çoxluq təşkil edir. Ən narahatçı məqam da uşaqlar arasında onkoloji xəstəliklərin çoxalmasıdır. Deməli, 0-13 yaş qrupu üzrə hər 100 min nəfərə 7,1, 14-17 yaş qrupu üzrə isə hər 100 min nəfərə 10,6 uşaq bu xəstəliklərdən əziyyət çəkir. Son 14 ildə uşaqlar arasında onkoloji xəstələrin sayı 2 dəfə artıb. Mütəxəssislər deyir ki, uşaqlar arasında ən çox leykoz, limfoma, beyin və mərkəzi sinir sistemi şişləri, sümük və yumşaq toxuma xərçənginə rast gəlinir. Bəs uşaqlar arasında xərçəng xəstəliyinin artmasının kökündə hansı səbəblər dayanır? Birinci və ən mühüm amil biraz öncə qeyd etdiyim kimi diaqnostikanın inkişafıdır. İkinci və ən mühüm faktorlardan biri isə genetik mexanizmlər
problemlərlə əlaqəlidir. Uşaq xərçənglərinin böyük əksəriyyəti irsi xarakter daşımır. Onlar adətən embrional dövrdə, yəni ana bətnində keçirilən və yaxud baş verən genetik mutasiyalarla əlaqəlidir. Üçüncü isə hamiləlik dövrü ilə bağlıdır. Yəni hamiləlik dövründə ananın keçirdiyi bəzi infeksiyalar, güclü stres və yaxud nəzarətsiz dərman qəbulu və yaxud da toksik maddələrə məruz qalma riski müəyyən qədər artıra bilər. Təəssüf ki, bu ciddi problem bütün dünya ölkələrində aktualdır. Tibb sahəsinin aparıcı ölkələrində, məsələn Almaniyada bu istiqamətdə ciddi nailiyyətlər olsa da rəqəmlər azalmır. Almaniyada son 5-6 ilin dinamikasına nəzər salsaq görürük ki, onkoloji xəstəlikdən əziyyət çəkən uşaqların sayı sabit qalır. Yəni il ərzində 200-300 nəfərdə bu xəstəliyə rast gəlinir. Əgər 60-cı illərdə sağalma faizi 15-17 aralığındaydısa, indi bu rəqəm 85% ötür. Xüsusən uşaqların sağalma ehtimalı çox yüksəkdir. Mütəxəssislər deyir ki, xəstəliyin qarşısını almaq mümkün olmasa da riskləri azaltmaq mümkündür. Bunun üçün hamiləlik dövründə tibbi nəzarət, dərmanların yalnız həkim məsləhəti ilə qəbulu, bəzi infeksiyalardan qorunmaq vacibdir. Sağlam həyat tərzi, balanslı qidalanma, fiziki aktivlik, kimyəvi maddələrlə təması minimuma indirmək, tibbi radiasiyadan yalnız zəruri hallarda istifadə də xərçəngdən qoruya bilər. Ağcəl Əskərli, Şahin Abbasov, ATV Xəbər. Dünya gündəmi ilə davam edirik. İran ətrafında qeyri-müəyyənlik davam edir. Tehranın nüvə proqramının dinc yolla həlli istiqamətində danışıqların aparılmasına baxmayaraq, Birləşmiş Ştatların hərbi gəmiləri İran istiqamətində üzməyə davam edir. Elə prezident Donald Trump da etiraf edir ki, bu donanma razılıq əldə olunmayacağı təqdirdə İrana hücum üçün lazım olacaq. İranla razılığa gələ bilməsək, pis şeylər olacaq. ABŞ prezidenti Donald Trump Oval Ofisdə keçirilən imza mərasimində çıxış edərkən belə açıqlama verib. O, mümkün razılaşmanın əldə olunmayacağı təqdirdə bunun mənfi nəticələrinin ola biləcəyi barədə xəbərdarlıq edib. Trump İrana doğru istiqamətlənən ABŞ hərbi dəniz qüvvələrinin yaxın vaxtlarda bölgəyə çatacağını bildirib, amma eyni zamanda Tehranla diplomatik təmasların davam etdiyini vurğulayıb. Danışıqların uğursuz olacağı təqdirdə hansı addımların atıla biləcəyi ilə bağlı suala cavab verən ABŞ prezidenti detallar açıqlamaqdan imtina edib. Trump sadəcə bunu deməyim axmaqlıq olardı cümləsi ilə kifayətlənib. ABŞ Müdafiə naziri Pete Hegseth də İranın növbəti dəfə hədələyib. ABŞ silahlı qüvvələri İrana qarşı hərbi əməliyyatlara hazırdır deyən Pentagon rəhbəri qərarın İranla danışıqların nəticəsindən asılı olacağını bildirib. Qeyd edək ki, artıq bir sıra region ölkələri öz ərazilərindən İrana qarşı istifadə olunmasına razılıq verməyəcəklərini bəyan ediblər. Həmin ölkələrə İordaniyada qoşulub. Bu ölkənin baş nazir müavini və Xarici İşlər naziri Ayman Ənsəfadi İran həmkarı Abbas Əraqçı ilə telefon danışığında qarşı tərəfi əmin edib ki, İordaniya ərazisindən İrana qarşı istifadə cəhdlərinə imkan verilməyəcək. Bütün gücümüzlə İranın ali rəhbəri Əli Xamneyinin həyatını qoruyuruq. Belə açıqlamanı isə Xamneyinin müşaviri Əli Şamxani Əl-Müəyyidin telekanalına müsahibəsinə verib. O qeyd edib ki, rəhbərlik sistemin əsas sütunudur. Xamneyə qarşı istənilən, hətta ən kiçik təcavüz belə İslam dünyasında hər kəsin təsəvvür etdiyindən qat-qat böyük böhrana səbəb olacaq, deyə Şamxani qeyd edib. Müşavir dolayı təmaslar zamanı qarşılıqlı anlaşma əldə olunacağı təqdirdə ABŞ-la birbaşa danışıqların mümkünlüyünü də istisna etməyib. Onun sözlərinə görə Tehran, Vaşinqtonun müəyyən güzəştləri qarşılığında uranın zənginləşdirilmə səviyyəsini 60%-dən 20%-ə endirməyə hazırdır. O əlavə edib ki, İran hazırda zənginləşdirilmiş uranı dağıntılar altından çıxarmaq üçün heç bir addım atmır və ehtiyatların dəqiq həcmi də məlum deyil. Mövcud risklər nəzərə alınaraq uranın çıxarılması ilə bağlı hələlik heç bir təşəbbüs irəli sürülməyib. Xamneyinin müşaviri vurğulayıb ki, məhz bu səbəbdən İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi ilə urana çıxış və ehtiyatların qiymətləndirilməsi məsələləri üzrə danışıqlar aparır. Ümumiyyətlə, İran tərəfi problemlərin həlli üçün təmasların bərpası məsələsinə isti yanaşır. Prezident Məsud Pezeşkiyan, Xarici İşlər naziri Abbas Əraqçıya ABŞ nümayəndələri ilə danışıqlara başlamağı tapşırıb. Bu danışıqlar milli maraqlarımız çərçivəsində keçirilməlidir deyə Pezeşkiyan göstəriş verib. Qeyd edək ki, ABŞ-da İran arasında danışıqların yaxın günlərdə Türkiyənin Ankara və ya İstanbul şəhərində keçirilməsi planlaşdırılır. Görüşdə ABŞ prezidentinin kürəkəni və iş adamı Jared Kushner, eləcə də Türkiyə, Qətər və Misirdən yüksək rütbəli rəsmdə iştirak edəcəklər. Bəxtiyar Fətullayev, ATV Xəbər. İrandakı etirazlar dövlət çevrilişinə cəhdə bənzirdi, lakin qarşısı alındı. İranın ali rəhbəri Seyid Əli Xamneyi
X-dəki hesabında belə qeyd edib. Məqsəd ölkədəki mühüm və nüfuzlu hakimiyyət mərkəzlərinin məhv edilməsi idi. Onlar polisə, İslam İnqilabı Keşikçiləri Korpusunun qərargahına, bəzi hökumət qurumlarına və banklara hücum etdilər. Xamenei vurğulayıb ki, İranda baş verən ixtişaşların Birləşmiş Ştatlar tərəfindən təşkil olunduğu sadəcə bir iddia deyil. Onun fikrincə, Birləşmiş Ştatlar prezidentinin etirazçılara çağırışı bu iddianı təsdiqləyir. Ermənistan Rusiya ilə birgə Türkiyə və Azərbaycana gedən dəmir yollarını bərpa etməyə ümid edir. Ermənistanın ərazi idarəçiliyi və infrastruktur naziri David Xudatyan mətbuat konfransında belə deyib, bildirib ki, Ermənistan İcevan və Axurik istiqamətlərində dəmir yollarında aparılacaq işlərlə bağlı Rusiya ilə danışıqları davam etdirir. Bizim anlayışımız budur ki, qeyd olunan ərazilərdə bərpa işləri Rusiya tərəfinin birbaşa iştirakı ilə birgə həyata keçiriləcək. Rusiyanın Trump marşrutunda iştirakı absurddur. Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında belə deyib. Əgər marşrut və ya yolun açılmasından danışırıqsa, məncə bu ayrıca təşəbbüs kimi formalaşdırılmalıdır. Trump marşrutu çərçivəsində bunu etmək müəyyən mənada absurddur, çünki bu mahiyyət etibarı ilə marşrutun işləməməsi üçün hər şeyi etmək demək olardı. Spiker Ermənistanın kollektiv təhlükəsizlik müqaviləsi təşkilatındakı fəaliyyətinə də toxunub, qeyd edib ki, ölkəsi demək olar ki, heç bir sənəd imzalama prosesində iştirak etmir. Ölkəmizə qaydırıq. Fevral özü ilə soyuq hava dalğaları da gətirib. Sinoptiklər xəbərdarlıq edir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10 dərəcə enəcək. Bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq. Qərbdən hərəkət edən soyuq hava kütlələrinin təsiri nəticəsində bugün axşamdan etibarən hava şəraiti dəyişəcək. Sinoptiklərin proqnozlarına görə Bakıda və Abşeron yarımadasında fevral ayının 4-dən 7-sinədək hava fasilələrlə yağıntılı olacaq. Fevralın 4-də ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, bəzi yerlərdə isə sulu qara keçəcəyi gözlənilir. Bölgələrdə də 3-ü axşamdan 5-i səhərədək yağıntılı hava şəraiti müşahidə olunacaq. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı olunur. Qərb küləyi bəzi bölgələrdə güclü olacaq. Gözlənilən yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar fevralın 4-dən 7-sinədək bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq. Havanın temperaturunun kəskin enməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti var. Bu dövrdə vətəndaşlar müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməlidir. Müraciətdə deyilir ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü küləkli hava şəraitində kiçik həcmli gəmilərin dənizə çıxması çox təhlükəlidir və qadağandır. Temperaturun kəskin düşməsi elektrik və qaz qızdırıcı cihazlardan istifadəni artırır ki, bunlardan istifadə zamanında müvafiq təhlükəsizlik qaydalarına əməl olunmaması, yanğınlar, partlayışlar, eləcə də qəm qazı kimi ciddi bir təhlükəli nəticələnə bilər. Nasaz vəziyyətdə olan, standartlara uyğun gəlməyən, kustar üsulla hazırlanmış, mexanizmlərində kustar üsulla müdaxilə edilmiş cihazlardan istifadə qadağandır. Yəni bunlar çox təhlükəlidir. Buna əlavə elektrik şəbəkələri həddindən artıq yüklənməməli. İşlə vəziyyətdə olan qızdırıcı cihazlar heç bir şəkildə nəzarətsiz qoyulmamalıdır. Xüsusilə dağlıq ərazilərdə yaşayan vətəndaşlara qarlı havada mümkün qədər yaşayış məntəqələrini tərk etməmək tövsiyə edilir. Belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmalı. Avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməlidirlər. Mələ İnqilablı, Rahil Bəhlulzadə, ATV Xəbər. Cəmi 2 gün qalıb kontakt mağazalar şəbəkəsində 50%-ədək isti qış endirimləri artıq sona yaxınlaşır. Ətraflı sujetdə. Kontaktın sərfəli şərtlərlə dolu qış kampaniyasında geri sayım başladı. Artıq sadəcə 2 gününüz var ki, şəbəkənin top səndədir dediyi Nağdalışda 50%-dəyi endirim kampaniyasından istədiklərinizi alasınız. Əsas məsələ isə burada kredit şərtləri də böyük və bir o qədər də sərfəlidir. Belə ki, artıq seçdiyiniz məhsulun endirimli qiymətini elə yerindəcə 24 ayədək bölüb hissə-hissə ödəmə imkanınız var. Bu 2 gün içərisində 128 GB-lıq iPhone 14 smartfonunu ayda 72 manat, Intel prosesorlu Lenovo IdeaPad Slim 3 notebookunu ayda 42 manat, 8 kiloqram həcmə malik Electrolux paltar yuanını ayda 45 manat, quru, nəm və müxtəlif tip döşəmələri təmizləyə bilən Xiaomi S40 robot tostoranını isə ayda 23 manat ödəməklə almaq əsl fürsətdir. Qeyd edək ki, kampaniya bütün şəbəkənin mağazalarında, eləcə də Kontakt Az saytında keçərlidir. Odur ki, vaxt itirmədən istədiklərinizi alıb kontaktla bu qışı sərfəl etmək
yeni vaxtıdır. Günün idman yeniliklərini həmkarım Nicat Babayev çatdıracaq. Mən sizlə sağollaşıram. Hər şey könlünüzcə olsun. Salamat qalın.